Herkesi salamlayıram. İlk videomuza hoş gelmişsiniz. Bugün size Gary McKinnon hakkında danışacağım. Geçək videomuza. Bu hacker NASA'nı çöktürdü. Bəs nə axtarırdı? Təsəvvür edin, siz evdə oturmusunuz. Sadəcə bir kompüterlə və bir gün NASA'nın bütün sistemlərinə daxil olursunuz. ABŞ sizi terrorçu adlandırır, amma siz sadəcə bir sirri tapmaq istəyirsiniz. Bu videoda sizə real bir hacker Gary McKinnon haqqında danışacağım. O dünyanın ən məşhur etikasız hacker hesab olunur və o NASA və ABŞ ordusuna sızdı. Gary iddia edir ki, NASA'da gizli sənədlər var. O sənədlərdə non-terrestrial officers, yəni yerdən kənar zabitələr haqqında məlumatlar var idi. Hətta o, yad planetli gəmilərin şəkillərini gördüyünü deyir. ABŞ Gary'ni 60 il həbs cəzası ilə hədələdi. Onu terrorçu elan etdilər, amma o deyirdi: "Mən sadəcə həqiqəti axtarırdım." Gary'nin kompüterindən tapıldığı sənədlər bu günə qədər ictimaiyyətə açıqlanmayıb. Bəs sizcə NASA bizdən nələri gizlədir? UFO'lar, yad planetlər, yoxsa dərin bir şey? Bu video sənin üçün maraqlı oldusa, kanala abunə ol və növbəti videoda Deep Web'in ən qorxulu sirrini sənə açıqlayacağım. Şərhlərdə fikirlərinizi bildirməyi unutmayın.